وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. Deməli, əziz və dəyərli qardaşlarım, Allah Subhanahu taalaya həmd sənalar olsun ki, Allah Subhanahu taala bizləri tövhid əqidəsinə hidayət eləyib. Allah taala bizləri doğru yola, tövhid olan dinə bizi yönləndirib, hidayət eləyib. Və bu da ki, Allah Subhanahu taalanın bizə olan müvəffəqiyyəti və Allah taalanın bizə olan nemətidir. Və həqiqətən insan özündə olan nemətlərin unuda bilər və yaxud da ki, hər hansısa bir nemətlər var, insan o nemətləri xatırlamaya bilər. Amma tövhid neməti elə bir nemətdir ki, insan daima bunu xatırlamalıdır. Çünki insanın həqiqi zülmətdən nura çıxması, onun şirkdən, küfürdən, bidətdən tövhidə, imana gəlməsidir. Həqiqi zülmətdən nura çıxmaq budur. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmələri üçün yaratdım. Və yenə başqa ayədə Allah Teala buyurur ki: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Yəni biz artıq əvvəlki ümmətlərə də peyğəmbərlər, rasullar göndərdik və onlar da öz qövmlərinə dedilər ki, tək olan Allaha ibadət eləyin və Allahdan qeyri ibadət olunan tağutlardan çəkinin. Və bu din, tövhid dini bütün peyğəmbərlərin dəvətinin əsası olub. Yəni bütün peyğəmbərlər öz qövmlərini yalnız Allaha ibadət etməyə çağırıblar. Yalnız tək olan Allaha ibadəti sərf etməyə çağırıblar. Və tövhid insanı oddan xilas edən ən əsas və ən yeganə olan bir şeydir. Yəni insanı cənnətə salan onun tövhididir. İnsanın cənnətə daxil olmasına səbəb, onun günahlarının bağışlanmasına səbəb onun tövhididir. Yəni tövhid səbəbi ilə qiyamət günü insanlar olacaq ki, Allah Teala onların böyük günahlarını bağışlayacaq. Qiyamət günü insanlar olacaq ki, Allah Teala onların tövhidinə görə onların günahlarından keçəcək. Onları əfv eləyəcək. Bu da nəyə görə idi ki, onların bu dünya həyatında şirkdən uzaq olmaları və tövhidi bilib, tövhidə əməl etmələrinə görə idi. Əlbəttə, insanın asiliklərə düşməsi labüd olan bir şeydir. Amma baxın, mükafat nə qədər böyükdür ki, insan tövhidinə görə günahları bağışlanır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə hədisdə bunu xəbər verir. Və Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü bir kişi gələcək və onun etdiyi günahlar 99 səhifə olacaq. Və 99 səhifə hərəsi göz görən məsafə uzaqlığında. Və ona deyiləcək ki, sən bu günahları işlədinmi? Və o etiraf edəcək. Deyəcək ki, bəli Rəbbim, etdim. Və ona deyiləcək ki, sənin başqa yaxşı əməlin varmı? Salih əməlin varmı? O deyəcək ki, xeyr, yoxdur. Və Allah Teala deyəcək ki, bizim dərgahımızda heç kimə zülm olunmaz və balaca bir kağız parçası gətiriləcək və o balaca kağız parçası 99 səhifə günahı basacaq, onlardan ağır gələcək. Tərəzidə ondan ağır gələcək. Və həmin səhifədə, həmin vərəqdə, həmin balaca kağız parçasında Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, La iləhə illallah şəhadət kəlməsi yazılıb. Yəni insanın baxın həyatdaykən bircə dəfə bu kəlməni ixlasla, imanla, yəqin olaraq, təslim olaraq, iman gətirərək deməsi insanın bu qədər günahlarının bağışlanmasına səbəb oldu. Və Muaz ibn Cəbəl radiyallahu anhu Səhih Buxari və Müslimdə gələn hədisdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin miniyinin arxasında oturmuşdum və Allah elçisi sallallahu aleyhi və səlləm mənə dedi ki, ey Muaz, Allahın qullar üzərində olan və qulların da Allah üzərində olan haqqını bilirsənmi?
Mən dedim ki, Allah və Rasulü daha yaxşı bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Allahın qulları üzərində olan haqqı ona ibadət etmələri və ona heç bir şeyi şərik qoşmamaları. Və qulların da Allah üzərində olan haqqı, yəni qulların Allah üzərində olan haqqı yoxdur, sadəcə Allahın bir mükafatıdır onlara olan. Və deyir ki, qulların da Allah üzərində olan haqqı isə ona ibadət edib və ona heç bir şeyi şərik qoşmayan kimsələrə əzab verməməsi. Və Muaz ibn Cəbəl radiyallahu anh deyir ki, ya Rasulallah, əfələ ubəşşirun nəs, mən deyir ki, insanları müjdəliyim mi? Yəni, gedim onlara xəbər verimmi ki, siz Allaha ibadət eləsəz və siz Allaha şərik qoşmasaz, sizə əzab olunmayacaq. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, xeyr, onlar arxayınlaşarlar. Xeyr, onlar arxayınlaşarlar. Və Muaz ibn Cəbəl radiyallahu anhu vəfatından bir neçə gün, bir neçə vaxt öncə, yəni bu əmanəti əda etmək üçün bu hədisi insanlara danışır. Yəni, baxın, necə əzəmətli bir şeydir. Yəni, insan nə qədər günahları olmasına baxmayaraq, nə qədər asi olmasına baxmayaraq, tövhidinə görə bağışlanır. Tövhidinə görə Allah Taala tərəfindən əfv olunur. Və bu da həqiqətən əzəmətli bir şeydir. Yəni, bu böyük bir mükafatdır. Yəni, baxın, insanı necə bir zülmətdən Allah Taala qurtarır. Yəni, insan bunun barəsində düşünməlidir, dərk etməlidir və buna dəvət etməyə çalışmalıdır. Tövhidə dəvət etməyə çalışmalıdır. Çünki bütün əməllər buna bağlıdır. Baxın, insanın yaxşı və pis bütün əməlləri tövhidə bağlıdır. Nə qədər ki, tövhid salamatdır, insan salih əməllər görəcək. Nə qədər ki, insan pis əməllərə meyl eləyir, günahlara meyl eləyir, deməli nədir? Tövhiddə zəiflik var. Deməli, la ilahe illallah kəlməsi insanın qəlbində hələ də bərqərar olmayıb, öz yerini tutmayıb. Onun kökü sabit deyil qəlbdə. Və baxın, insanlar görürük ki, yəni hidayət olunurlar, İslam'a gəlirlər, namaza başlayırlar. Görürsən, bir əqidədən o birisi əqidəyə keçir, sonra o birisi əqidədən o birisi əqidəyə keçir. Yəni 50 dənə əqidə dəyişirlər. 50 dənə fikrə düşürlər. Gah namazı tərk edirlər, sonra yenə başlayırlar, yəni bu problem nədir? Ki, insanda tövhid hələm öz yerini tutmayıb. İnsanın qəlbində la ilahe illallah kəlməsi öz yerini tutmayıb. Və səhih hədisdə gəlir ki, deməli, Musa aleyhissalam Allah subhanahu ta'aladan istəyir ki, ona bir zikir öyrətsin və o zikirlə Allaha dua etsin. Və o zikirlə, o sözlə, o kəlmə ilə Allaha dua etsin və Allah Taala ona deyir ki, ey Musa, la ilahe illallah kəlməsini denən. Və Musa aleyhissalam deyir ki, ey Rəbbim, bunu deyir ki, bütün qullarım bilir. Mənə elə bir dua, elə bir zikir öyrət ki, yalnız bunu mən bilim. Başqa heç kim bilməsin. Və Allah Taala deyir ki, ilahi hədisdə gəlir, Allah Taala buyurur ki, ey Musa, əgər yerlər və göylər və onların arasında olanlar tərəzinin bir gözünə qoyulsa və la ilahe illallah kəlməsi tərəzinin digər gözünə qoyulsa, la ilahe illallah kəlməsi onlardan ağır gələr. Onlardan ağır gələr. Yəni bu da nəyi göstərir? Yəni kitabların nazil olması, peyğəmbərlərin gəlməsi, yerin, göyün, kainatın, insanın yaradılmasında məqsəd la ilahe illallah kəlməsinə görədir. İnsanın bunu yaşamasına, tövhidinə görədir. Yəni baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisdə buyurur ki, mən kənə əxiru kələmihi minəd-dunya la ilahe illallah dəxaləl cənnə. Kimin dünyada ikən sonuncu kəlməsi la ilahe illallah olarsa, cənnətə daxil olar. Yəni baxın, mükafatlarına baxın. Yəni dünyada ikən, yaşadığı zaman, ölüm anında və öləndən sonra belə, hətta qəbirdə belə. Yəni deyir ki, kimin dünyadan köçərkən sonuncu kəlməsi la ilahe illallah olarsa, cənnətə daxil olur. Yaxşı, buna hər kəs müvəffəq olurmu? Hər kəs deyə bilirmi? Yox, deyə bilmir. Yəni o kimsə deyə biləcək ki, artıq insan yaşadığı zaman o tövhidi yaşayıb, la ilahe illallahı yaşayıb, la ilahe illallaha dəvət eləyib, bunu təzim eləyib və la ilahe illallahı pozduğu zaman peşman olub, tövbə eləyib. Çünki bu pozulması labüd bir şeydir. Yəni insan günaha düşəcək, asi olacaq, amma tələb olunan nədir? İnsanın peşman olması. Tələb olunan odur ki, insan tövbəsini gecikdirməsin. Tələb olunan odur ki, insan üzərində israr eləməsin.
Tələb olunan odur ki, insan özünü qınasın, yenə günahını unutmasın, yenə tövbə eləsin, hətta tövbə eləyən günah olsa belə. Və Allah Subhanahu taala'dan istəyirəm ki, Allah Subhanahu taala bizləri bu tövhid üzərində sabit qədəm eləsin və Allah Taala bizlərə tövhidi öyrənib ona əməl etməyə və dəvət etməyə müvəffəq eləsin. Allah Taala bizlərə, valideynlərimizə, zövcələrimizə və övladlarımıza bu dünyadan tövhid üzərə köçməyi müvəffəq eləsin. Subhanaka Allahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.